Goranboy rayonunda məktəbli qız itkin düşüb. Doğru xəbər Azərbaycan bildirir ki, 9-cu sinif şagirdinin itkin düşməsi barədə yerli hüquq mühafizə orqanları əməkdaşları məlumatlandırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Məktəbli qızın evlənmək məqsədi ilə qaçırıldığı da iddia olunur. Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən APA TV-yə bildirilib ki, sözü gedən şagird 3 dərsdə iştirak etsə də 4-cü dərsdən məktəbi tərk edib. Goranboy şəhər 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-sində ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonraki dərslərdə iştirak etməyib. Bildirilib ki, aidiyyatı qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.